Hər kəsə salamlar. Necəsiz? Yəqin yaxşılarsınız. Uşaqlar, bu gün nə edirik? Bu gün başlıqdakı şəkillərdən, yazılardan da gördüyünüz kimi canlıda aldığımız bizim canavarımızı, tropimizi, oyun adından tropimizi bu gün modifiye edirik. Uşaqlar, canlıda pulumuz həm qalmamışdı, həm vaxtımız yox idi. Tropini aldıq. 250 min canlıda pul yığdıq. 250k. Yəni o qədər pul yığdıq. Axırda tropini aldıq, amma bunu yığa bilməmişdik. Uşaqlar, bu gün də tropimizi yığacağıq və biraz offroad gedəcəyik, yarışlar eləyəcəyik, görək tropimiz necə dəyişibdir. Canlımıza baxmamısınızsa, əgər bundan əvvəlki birinci izləyim, kanala girirsiniz, bilənlər, bilməyənlər üçün deyirəm. Kanala girirsiniz, oradan canlı var. Canlıya girirsiniz, ən sonuncuya basırsınız, ən birincidə, yəni birinci görünənə. O da tropimizin, yəqin tropimiz aldığımız canlı olacaq. Orada PUBG də oynadıq, yəni Livik də oynadıq, ona da baxa bilərsiniz. Yəni tropimiz eşşək kimi vəhşidir də, yəni bu. Buna baxın, işıqları görə aradan çıxır. Arxaya verəndə ki budur. Stop eləyəndə altdakı qırmızılar yanır. Arxaya verəndə də üstdəki və o göy. Bir dəqiqə arxaya verim. Üstdəki o yumru işıq yanır. Nəysə, biz canlımızda yoxlamışdıq. Gəlin videoda yoxlayaq. Görək bunun maksimum sürəti, maksimum 100-ə neçədə çıxır. Bunları yoxlayacağıq. 100-ə deyəsən 6 saniyədə çıxırdı. Maksimum sürətdə 180 idi. Mən onda elə buradan başlayıram yoxlamağa. 3, 2, 1. 100-ə neçə saniyədə çıxdığına baxacağıq. 3, 2, 1. 1, 2, 3, 4, 5, 6, 7, 6,9, 7 saniyədə. 7 saniyədə 100-ə çıxdı. Pis deyil əslində. Yəni bu offroad maşınında bu sürətdə olmamalıdır. Təkərləri falan hər şey süper. Allah getdim turba. Görarı dedim. Hadi aş qutar da səndə. Allah görarı çıxdım. Offroad maşınısa bu düşəcək. Oy da. Çıxıyorum buradan. Canavar çıx. Oy dağıtdı. Oy da dağıtdı bütün buraları. İndi uşaqlar bir dənə səsə baxın. Mən sakit duram, siz səsə baxın bir dənə. Bax. Super. Vallahi billahi mən sevdim. İndi bunun maksimum sürətini hesablayırıq. Getdi. Qaza bastım. Köklədim qaza. Nəyi var? Sürətini hesablayırıq. Sonra gedirik modifiyəyə. Rəngini falan boz eləyərik. Boz məncə yaraşar. Dirəndi. Baxın uşaqlar. Dirəndi. 180 dirənibdir. Nə qədər bassam da skor 5 ilə gedir maksimum. Və 180 də maksimum getməkdir məncə. Və bir dənə kreslo, buna baxın. Bir dənə, 2 dənə deyil, bir dənədir. Yəni gülməlidir də, mənə xoşuma gəldi bu maşın. Çəkil, ay qaqa, çəkil. İndi mən buna nələr tağacam? T2 motor, dağda daşda getmək üçün T3 sürətli olacaq. Məsələn, dağdır bura, yavaş keçməliyik. Getdi bu. T3 çox alacaq. T2, bəlkə T3 elədik, bilmirəm. Bir dəqiqə polis gəlir qabaqdan. Bir dənə də siren. Mən buna şəhərici də ora-bura vəhşi kimi sürəcəm. Və bizə bir dənə siren lazım ki, polis bizi tutmasın. Yəni miqalka. 60, 70, 90-dan yuxarı çıxmayın uşaqlar. Tövsiyəm budur. Polisin yanında nə edirsəyin 90-dan yuxarı çıxmayın. Baba məsələn, mən bir dəqiqə risk atdım, dəyim. Ay Allah. Qaç. Ay zibil, qaç. Çəkilin, ay kişilər, ay camaat. Millət, çəkilin. Ay da hamısını girdin, çəkil. Ay Allah, vurdu. Qaç. Qaqaş çəkil. Dirəşib dağımda. Yenə vurdu. Ay Allah ekber, ay Allah. Mən özümü risk atası deyiləm, valla. Mən risk atası deyiləm. Yox, mənlik deyil. Uzaq, aralı. Mənlik deyil. Torumuza tutmadım, mənlik deyil ki, mən bir şey eləmədim. Polis yaxalamasından ardından, amma polis tuta bilmədi. Çünki mən oyun prosuyam. Mən heç kim tuta bilməz qədər. Gəldik, girdik bizim Nizaməddin ustamızın yanına. Allah, bu nə addır? Mən niyə belə adlar tapıram axı? Nəysə, T2 motor, T1, T2, unlocked, okay, brother, T2, 330 minimiz qalıdır, 326, nitro alacağıq. Dağda daşda ilkəndə bir dənə nitro basın, pıs, getdi, çıxdı. 323 min, 309 min, 308 min,
və 299.000. Mən çox pul xərcləməyimi istəmirəm. Bir dənə nitro ehtiyac var, bir dənə nitro. T1 nitromuzu da aldıq və maşın bu dəqiqə hal-hazırda canavardır. Canavardır, hazır canavardır. Təkərlərinə dəyişmərəm. Bəlkə bu necə durar? Yox olur. Nə pisdir da bir dəqiqə. Bu, yox qaqa, bunlar pisdir. Bir dənə, iki dənə bir belə də baxaq bu təkərlərdən. Bəlkə qəşəng yaraşanı, qəşəng duran olar. Belə zip təkərlərdə. Məsələn, bu da zip təkərdir. Yaraşmadı bu. Heç yaraşmadı məncə. Sonra burada məsələn belə bir zip təkərimiz var. Bu da yaraşmadı məncə. Sonra belə bir şey. Bu özünün təkərdir, yoxsa necə? Təkərləri belə böyütmək. Bu nədir ala? Bunun öz təkəri hansıdır? Bu necə? Bu necə? Bunun öz təkəri hansıydı? Bir dəqiqə. Bunun öz təkəri başqa təkəri. Bir dəqiqə. Mən bunun öz təkəri budur. Bir dəqiqə. Bu ya da bu. Bu necə? Ala yox. Bunlar pis durdu. Bu da məncə bu da yox. Bu da yox məncə. Çünki pis dururlar. Bu qəşəng. Bu qəşəng durdu, amma öz təkəri qırmızıdır. Belə deyən qırmızılıdır. Bu da o qəşəng. Amma yox. Məncə uşaqlar bu da o qəşəngdir. Həm bunu bax belə atsaq çox pis durar bir dəqiqə. Biraz elə bir ki təkərin daha da böyütsək də. Disk tərəfini. Yox. Bunlar bu alınar, amma bu da yox. Bir dənəsində də bu necə? Yox, bu da alınmaz bu da. Sonra bundaydıq ən axırıncı dəfə. Bu da yox. Uşaqlar məncə bu daha qəşəngdir. Yəni mənim xoşuma məncə bu gəldi. Məncə bu gəldi nədir? Xoşuma bu gəldi. Bu. Mən sevdim bunu. Təkərimi biraz da balcalatsaq 25.000 uyguladım. Məncə bayağı qəşəng oldu, çox qəşəng oldu. Təkərin falan offroad da çıxacaq, ehtiyacımız yoxdur. Təkərlərin çölə çıxmağa, bu lazımdır. Bu biraz lazımdır. Niyə lazımdır? Çünki mən offroad da gedirəm qaqa. Mənə daha iri təkərli maşın lazımdır ki, mən bundan offroad da daha rahat gedə bilim. Məsələn, təkərin harasından olması yaxşıdır. Məsələn, burasından olması məncə daha yaxşı. Qabaq təkərində də, qabaq təkər çox çıxıb deyən. Qabaq təkərində də burasından belə idi də. Belə idi, oldu belə. Necədir belə? Amma bunda belə deyil də. Bunda belə bir mən elə başa düşmürsünüz indi mən nə deyirəm? Bəlkə də başa düşmürsünüz. Belə qəşəng. İndi bunu silən, əsas şey. Bunu haralarına qoyurlar? Bu formada. Bəs bu bu eyni şeydir bir dəqiqə. Bu buralarına qoyur. Bəs arxasında hara qoyurlar bunu? Bu daha qəşəngdir. Məncə bunu alaq. Bu daha qəşəngdir. 150.000 və 119.000 pulumuz qaldı. 119.000 qəpik, qızılı, dollar, manat, rupi, nə bilim, paputu. Şalar necə oldu? Məncə arxasındakı bu qəşəng oldu və təkərləri də məncə yaraşır. Təkərləri biraz çox çölə çıxıbdı, Belə qəşəng durmadı məncə. Biraz maşını aşağı eləyək. Bir dəqiqə, rəngi girməmişdən öncə bir çöldə baxdım. Biraz maşını aşağı eləmək lazımdır. Çox yuxarıdadır. Bir də təkərlərini biraz içəri salmaq məncə daha yaxşı olardı. Bir dənə təkərlərinə baxaq. O təkərləri bu bir tərəfdə dayansa yaxşı olar bir dəqiqə. Mən bildim ki, arxa tərəfi yox, birinci qabaq tərəfini. Bu formada, Buradan da belə. Qəşəng, belə. İndi bunu hündürlüyü. Bu çox hündürdür. Mən deyirəm də bu çox hündürdür. Onsuz da bu gör hara çıxır gedir bir dəqiqə. Belə çox hündür necə olacaq? Belə lap pis oldu. Altı görünür, maşın parıltısı görünür. İkisi də rıda olsa məncə daha yaxşı olar. Yox, belə. Para. Qəşəng bu offroad maşında bu hündür olmalıdır. Biləm biraz pis dayanır, amma offroad maşında əlbəttə hündürdə olmalıdır bu. Nəsə getdim. Məncə sirəni falan da yerində qəşəng oldu. Çıxdı. Ağaca minir ala bu. Ağaca çıxdı. Yəni doğrudan heyvan kimi maşındır da. Yəni üzr istəyirəm. Çox zor maşındır. Xoşuma gəldi. Çox gözəl. Bunu ağ necə yara pis durdu. Birbaşa pis durdu. Pisdir qaqa. 15.000 matı var belə. Bu necə? Yox, uzaq tut. Uzaq tut bunları bizdən. Bunun, bax, boz. Bir də başqa rənglərinə baxaq. Başqa rənglərin hamısı pis durur. Bax, qara öz rəngidir. Məsələn, belə bir şey qoya bilərik bu rənglərin. Amma boz məncə daha qəşəng durar. Yaraşdı məncə, boz.
Boz məncə daha yaxşı uşaqlar. Məncə boz daha yaxşıdır. Təkərləri, hə, təkərləri ağappaq da. Da ağ olacaq da. Qırmızı yox bir. Bir dəqiqə, ağ, təkərlər ağ. Sonra didikdi, bu ağ yoxsa nə, qara. Bunu eləyək narıncı. Yox hala, çox pisdir. Rəngini biraz da belə açıq eləyərik. Çünki çox belə qara oldu. Şüşələri bir dəqiqə. Şüşə yoxdur bunda. Doğrudan bunda şüşə var idi. Məndəki şüşələri yox bir. Şüşə var bunda. Biraz açıq eləsək ağ formasını. Ağ da yaraşmır da. Mən elə qara deyə yaraşım. Başqa nə yaraşır? Bir də belə baxaq. Başqa hansı rənglər yaraşır? Siz yazarsınız uşaqlar. Mən bu dəqiqə bunu bozda saxlayıram. Yəni biraz bozuntul kimi belə bir rəngdə saxlayacağam bir dəqiqə. Belə. Ağ belədir, tam ağ deyil, elə bozdur. Mən bunu bu formada saxlayıram. Siz yorumlarda yazın. Hansı rəng eləyim? Post paylaşacağam. Girin, bu videodan sonra ona baxın. 4 dənə rəng seçim qoyacağım. İndi öz ağlımda fikirləşərəm. Görüm hansıları qoyuram. Baxın, onları mütləq yazın. Xahiş eləyirəm, mütləq. Mütləq orada bir dənə tık eləyin. Mütləq. Mən çünki sizin fikirlərinizi bilmək istəyirəm. Görüm siz hansını deyirsiniz. Bura, of. Bir dənə of. Bax, ağlımda qəşəng bir şey var. Bunu elədik narıncı. Narıncı. Aha. Ofun narıncı. Ro adı qara. Oo, süper. Of narıncı, ro adı qara. Bir dəqiqə. Ofu biraz bu tərəfə çəksə yaxşı olardı məncə. Ha. İndi oldu paşam, oldu. Burada yazırıq ro ad. Ro ad. Qəşəng. Püsüm, çək kimi. Biraz indi balacalaşdırdıq bunu. Of, ro ad. Of, nə qəşəng ro addır. Bir dəqiqə, super. Qəşəng bir damda da belə ayarladıq. Of, rahat, qəşəng. Mən sevdim. Bir dənə xət, yox, bir dəqiqə, o bir tərəfini eləyə, sonra bir dənə də xət qoyacağım. Elə bir saçıca da xət qoyurlar o formada. Bir dəqiqə, ofradı necə? Belə olacaq da bu ofradı. Neyini yatay? Burada of olacaq da, olsun da qəşəng durur da, yenə də ikisi də. Sonra burada narıncı, xətti falan şeylər hamısını hazırlayacağım. Bəlkə bir şey də qoydum da başqa. Sonra siz maşının gözəlliyinə baxın. Maşını hazırladım və maşın bu formada oldu. Biraz ağa oxşadı. Yəni ağ rəngdə tükürür olan super. Bir də uşaqlar xorultusuna təzədən baxırıq. Bir dəqiqə. Super, super. Yəni məncə bu maşını başqa nə qoya bilərik? Xəttləri də hazır. Füsyon tam off-road maşını. Off-road. Burada yazıldı off-road. Nəysə. İndi bunun maksimum sürəti. Bayaq 181 gördük bayaq. Bir dənə sıxaq görək bu maksimum neçə ilə gedəcək. Bir də trafiki mən buradan bağlayım ki bizə yol açıq olsun. Yolumuz açıq olsun. Bir dəqiqə mən buradan gedim. Çox qəşəng oldu da məncə. Məncə maşının rəngi falan yerində oldu. Yenə də mən post paylaşacağam. Artıq dərəcədə xahiş edirəm. Girin kanala, oradan postu tapın. Ona fikrinizi yazın. Görün hansı daha qəşəngdir. Yəni rənglərdə hansı buna daha qəşəng durar. 3, 2, 1 getdik. Görək maksimum neçə ilə gedəcək. Görək indi güzel neçə ilə. Onu eləmədik. Bir dəqiqə. 1, 2, 3. 1, 2, 3, 4, 5. O, bayaq 7 saniyədə çıxırdı. İndi 5 saniyədə çıxdı. Qəşəng. 2 saniyədə bir aşağı çıxdı. Qəşəngdir. Mən yəni razıyam mən. Qəşəng 224 ilə çıxdı. 224 çıxdı. Hələ bu T2 motor deyə. T3 eləyək bəlkə. Pulumuz var da. Gəl şolar T3 eləyək. Garantiya alaq. Belə zamanla yarışlarda falan off-road da qəşəng alınsın da. Yəni uda bilək, yarışlarda qazana bilək. Gəlin bunu T3 eləyək. 78 min pulumuz var da. Bunu rəngini falan hamısını sonra eləyərik. Rəngini pul yığaram. Bunu T3 eləməliyik. T3 eləməliyik ki, bir 250-ə sıxsın da rahat. Qəşəng. Nitro head. Nitromuz var. O 17 minə. Çatacaq görürsən pulumuz. Afsiyon. Sat qəşəng. 20 mində buradan artıq pulumuz qaldı. İndi bunu təkərlər falan bunlar heç sonra üstünə nə qoya bilər, üstünə də heç bir şey lazım deyil. Biz offroad adamıyıq, bizə onlar lazım deyil. İndi görək maksimum neçə ilə çıxır, 100-ə neçə ilə çıxır. Bir dəqiqə. Getdik 100-ə görə neçə ilə çıxacaq bir dəqiqə. Arxa-arxaya 60 ilə gedir arxa-arxaya. Bir dəqiqə 3 2 1. Bir dəqiqə nə mən saxlasam 3 2 1. 1 2 3 4 5. Elə bir
biraz da sürətləndi kimi. Mənə elə gəlir. Elə biraz sürətləndi. Biz bunun şey rəngi nətər qoyduq bir dəqiqə. Drifter, hə, narıncı qoymuşduq. Oydu, zordur da narıncı. 3, 2, 1. Görək maksimum sürət neçədir? Bayaq 224 getdi də. Görək indi neçədir? 224-dən çıxa bilib görəsən. 224. O 248, 240. Ay qaqa, oy. Cep suya girəcək bir dəqiqə. Allah ehtiyatlı. Birlikdə əsəbisən, dəliqanlısan, amma biraz ehtiyatlı ol. 240 neçə, 250-yə çıxdıq, qəşəng. Mən vallah bəyəndim. Uşaqlar, yorumlarda fikrinizi yazmağı unutmayın. Rəngini nə qoyaq, nə bilim, başqa nələr qoyaq maşını, ekləyək maşını. Hamısını yazmağı unutmayın. Mən bir dənə gedirəm, bunu off-road sürüşümüzü eləyirik. Sonra da sağollaşırıq. Uşaqlar, gəldik, çıxdıq off-roadımıza, amma bizim yadımızdan çıxdı bunun T3 motorun səsinə baxmağa. Bir dənə baxaq. Bilən. O, qəşəng. İndi mən niyə yolla çıxım axım? Mənim altımda off-road maşını var deyirəm və dağla çıxıram yuxarıya. Görün bu çıxa biləcəksən Allah. O niyə çıxmır bu canavar deyil bu. Oy, bir dəqiqə ağacı dəymə. Ay, eləmə. Bir dəqiqə arxaya görüm çıxa biləcək. Qəşəng çıxdı arxaya. Yəni hər maşın bunu eləyəməz. İstəyir sözünüzü yoxlayın. Yəni bunu hər maşın eləyə bilmir. Arxa-arxaya dağ çıxmalı. Biraz ilişdik bir dəqiqə. Təzdən yola qayıtdım. Dedim mən dağa daşı salma. Nə olsun off-road maşınında? Yol var da normal. Doğrudan mən elə dedi. Nəysə. Bu dağı çıxa bilərsiniz uşaqlar. Mən deyirəm çıxar. Bu dağı çıxsa, pisiyon, mən biləcəm. Özü ən dik yerindən çıxacam dağın. Görün çıxa bilərsiniz. Biraz sürüşməsi var. Onda yola verərsiniz də indi. Hara yola verirsiniz? Qaqaş, çox sürətlidir. Sürətli deyəndə bunun dağı çıxmağını görürsünüz. Heyvan kimi çıxır. Allah, aşağı. Ay, aşağı. Deyən aşağı yox. Bir dəqiqə, çıx, bas. Deyən, ilişmə. Allah, yo, getmə. Orada bir dənə kəskin dağ görəm. Mən oranı valla çıxaram. Mən bu maşından oranı çıxaram. Valla, buranı çıxsa oranı da çıxacaq. Süper. Nə oldu ala bunun? Nəsə oldu elə bil. Yavaş getdi birdən-birə. Nəysə bir dəqiqə, mən bir dənə benzinimizi dolduraq. Benzinimiz yox idi. Altdan yuxarı çıxmaq. Oo, süper. Suda boğulmasaq əgər. Bu dik yamacı çıxmağa çalışacaq. Görək bu çıxa bilər onu. Suda boğulmuruq. Boğulduq. Haydi suda boğulmasaq onu eləyəcəkdim. Onda uşaqlar deyirəm bugünlük bu qədər olsun. Gələn videolarda görüşərik. Off-road maşınımız belədir. Mən xoşuma gəldi mənim. Onda gələn videolarda görüşərik. Sağ olun, özünüzə yaxşı baxın. Və bu videodan da sonra postu paylaşıram. Onu da baxmağı yadınızdan çıxartmayın. Hələlik görüşərik.